Hörmətli dostlar, əziz tədbir iştirakçıları. Bugün biz 30 may 2025-ci ildə Salyan rayonunda İkisi Ali Tam Orta Məktəbin kitabxana zalında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə Anakür İctimai Birliyi tərəfindən icra olunan COVID-29-un qlobal missiyalarının yerlərdə təşviqi layihəsini müzakirə edəcəyik və öz təkliflərimizi ictimaiyyətə çatdırmaq üçün bir yerə toplaşmışıq. Əvvəla onu deyim ki, bugünkü tədbirin ərsəyə gəlməsində bu ölkənin qurucusu və yaradıcısı liderimizin xatirəsini, o cümlədən torpaqlarımızın azadlığı uğrunda canları şəhid vermiş, bu torpağın ərazi bütövlüyünü bizə bəxş etmiş şəhidlərimizi, xüsusən də bu məktəbin qəhrəman oğullarının xatirəsini bir dəqiqə rəsməklə yad etmişdir. Tədbirimiz devam edir. Əziz dostlar, biz bugün hamımız, cəmiyyətimiz çox ciddi iqlim dəyişikliyi prosesini şahidiyik. Havaların belə kəskin dəyişməsi, iqlimdə baş verən kataklizmalar, bir tərəfdə zəlzələlər, yağışlar, o bir tərəfdə quraqlığın kəsməsi, onu göstərir ki, təbiətdə bütün işlər arzu olunan səviyyədə deyil. Bütün bunları ötən əsrin 50-60-cı illərində ekoloqlar müşahidə etmişlər. Və ekoloqların bu fikirlərini alimlər, elm adamları, dövlət rəhbərləri və nəhayət Birləşmiş Millətlər Təşkilatının hüquqi orqanları, beynəlxalq təşkilatlar bütün bunları eşidib və bir araya gələrək belə qərarata gəlmişlər ki, bütün bunların qanuni idarə olunması prosesini, beynəlxalq səviyyədə əməkdaşlığı ön plana çəksinlər və yaranan problemi həlli üçün yollar axtarsınlar. Bizim bu müzakirə elədiyimiz COP ideyaları da Birləşmiş Millətlər Təşkilatı 1995-ci ildə yaradılmış COP tərəfdaşlıq konferansı ideyasından ortalığa gəlir. Bu COP-un missiyaları dünyada gedən proseslərə ilki əməkdaşlıq nöqteyi-nəzərindən yanaşmaq və onların həlli üçün beynəlxalq səviyyədə addımlar atırlar. İndiyə kimi 28 konferans olmuşdu, 29-cu konferans ötən ilin noyabr aylarında bilirsiniz ki, Azərbaycanda oldu. Azərbaycan dünyanın ən böyük tədbirinə ev sahibliyi etdi və onu da deyim ki, COVID-29-un həll edildiyi məsələlər, gəldiyi qənaətlər o da böyük ki, onları bir dərin masa ətrafında müzakirə eləmək həm zaman və vaxt aparan məsələdir. Biz bugün ona görə bir yerdə toplaşmışıq ki, COVID-29-un nəticələri ilə bərabər eyni zamanda onun təkcə dövlətlər qarşısında deyil, eyni zamanda vətəndaş cəmiyyəti qarşısında da müəyyən missiyaları, müəyyən tövsiyələri var. Bugün o missiyaların birinin ətrafında biz müzakirə aparacaq. Ancaq missiyalar çoxdur. Burada adaptasiya məsələsi var, iqlim maliyyəsi məsələsi var, beynəlxalq əməkdaşlıq var və ən nəhayət təbiətin mühafizə məsələsi var. Bugün biz müzakirəsinə toplaşdığımız məsələ də COVID-29-dan bizə miras qalan təbiəti qorumaq məsələsidir. Təbiəti qorumaq üçün bir çox hüquqi formaların yanaşı, eyni zamanda qeyri-hökumət təşkilatları da bu işdə tapşırıq və tövsiyələrini ortaya qoya bilər. Mən bugün o kontekstdən çıxış eləmək istəyirəm ki, biz 3 ayda icra edildiyimiz layihədə nə işlər görə bilərdik, nə işlər görürük. Qısaca mənə ondan sizə məlumat verir ki, bu layihə çərçivəsində biz tərəfdaşı olduğumuz Ekologiya Nazirliyinin əməkdaşları, yerli qeyri-hökumət təşkilatları, yerli bələdiyyə və icra hakimiyyəti orqanları ilə birlikdə artıq bir neçə tədbir eləmişik. Layihə təqdimatından başqa biz Kürün o biri sahilində rayon ictimaiyyəti iştirakı ilə 100 ədəd yaşıl eldar və şam ağacları, küknar ağacları əkib quruluq eləmişik. Bütün əndə o proses davam etdi. Bugün bizimlə iştirak inanlı verdi. Mənimlə digər əməkdaşlar orada buranın suvarılması, diblərin bərkidilməsi, dirəklərin vurulması məsələsi münasibət göstərdi. Bugün biz ona görə biraz yanğı ilə danışırıq ki, təkcə bir nəfərin, bir təşkilatın əkdiyi ağaclarla məsələ düzəlmir. Bu ekoloji məsələ elə məsələdir ki, əvvəla biz bunu şuurumuzda formalaşdırmalıyıq. Yəni, hər birimiz ekoloji məsələlərə töhfələr verməliyik və bunun bir beynəlxalq tərəfi də var. Bu Salyanda ekoloji məsələlər yüksək səviyyədə olarsa, Azərbaycanın digər yerlərində və dünyanın başqa yerlərində ekoloji fəsadlara təşviq olunarsa, təbii ki, bunlar bəşəriyyətin gələcəyini bir daha təhlükə altına qoyur. Qabaqlar insanlar hamımız rayon yerində yaşayır. Təbiətdə
Gülün qırağına çıxanda, sahilə çıxanda nə qədər cürbəcür rənglər görərdik, meşələrdə, ağaclarda. Adicə, necə dedim, təbiət alim müəllimlər daha cür. Elə böcəklər var idi ki, biz onu əzizləyə, qabağına əlimizdə gəzərdik, 40 nə adına verir? 40 ayaq. Elə şeylər, yəni böcəkdir, nə idi, belə şeylər. Para bilən. İndi adları da bəzərdir. Bizim adamların çox maraqlı idi. İndi yox deyildi. Həyətlərimizdə bizim kül qırağımız, lanələr bitərdi. İndi o məsələlərdir. Dostlar, bugün sizinlə bu diskursiya aparmada məqsədimiz odur ki, bütün bunlar miras kimi sizə qalır. Və bu layihənin əsas məqsədlərindən biri də odur ki, sizin ekoloji biliklərə marağınız artsın, ekoloji ixtisaslara yönələ biləsiniz, ekologiyanın iqtisadiyyatın idarə edilməsi üçün sizin də sıralarınızdan tanınmış elm və praktik adamlar çıxsın. Bu barədə mən təbii ki, layihənin müzakirəsinə başlayırıq. Qısa diskusiyadan sonra süfrəmizdə çay gələcək. Çay süfrəsinin arxasında söhbətimiz davam edəcək və təklif və necə deyim ki, müraciələri qeydə alacaq. İndi ilk olaraq mən sözü layihə komandasında bizimlə birlikdə olan Aliverdi müəllimə verirəm. Aliverdi müəllim, siz layihənin ideya məzmununu çox yaxşı bilirsiniz. Salyan Özgə Allah Birliğinin sədri, Allah bildik ki. Ona görə də biz layihənin də adı görürsünüz ki, COVID-19-un qlobal missiyalarının yerlərdə təşviqi. Təşviqi də budur ki, biz həyat tərzini gözləyək. Götürək hər biriniz evinizdə. İnanın, sizin davranışınız, evdəki davranışınız öz evinizə sirayət etməklə qapısının adını məhəllimizə də sirayət edir. Hər öz qapısının adını təhlükə saxlamaqla şəhərimizdə sirayət edir. Şəhərimiz təmiz olandan sonra ölkəmizə sirayət edir. Beləliklə, ekoloji cəhətdən təmiz olan, ətraf mühitdə olan aləmə biganə qalmamaq, siz bilirsiniz ki, Kür sayı bizim əsas deməli salyanın başına dövr edir, gedir və sonra elə bir anlığa gedib Kür sayını səyahət edəndə baxıb görür ki, burada nə var? Bax, o göstərilən o bəyalaki rəqəmlər var idi ya, onların fasadlarını orada görəcəksiniz. Sözü bir plastik kütlə adı çəkdiniz orada. 100 illərdən çürümür. 100 illərdən. Siz bir alacaqsınız, 10 milyon ton edir o, okeana atılan o şeylər. Bir gündə söhbət gedir. Görür, bir gündə. Bu balaca məsələ deyil. Ona görə də biz... Su buxarana bilmiyor. Bəli, adi bir şeylə deyil. Biz, deməli, buna hazır olmalıyıq. Davranışımızda da sərsəliyə, sahmana fikir verməliyik. Və bir şeylə fikir verik. Nədir bu? Siz, bu balaca fidanlar, gələcəyin vətəndaşlarsınız. Siz ixtisaslarınızı elə seçin ki, həm gələcək inovativ peşə sahibini, tətbiqi ilə olan peşə sahibləri olmalı. Ekoloji cəhətdən elə ölkəmizi deyək, xalqımızı deyək, bütövlükdə yer kürrəsinə bəhrə verən, töhfə verən şəxslərə çevirin və o sahədə böyük layihələr iştirakçılar olur. Mən ümid edirəm ki, bu yolda siz öz işlərinizi görəcəksiniz, sizin hər birinizə və layihə həyata keçirən komandiyada uğurlar olsun. Çox hörmətli tədbir iştirakçıları, bizim bütün layihələrimizdə ekoloji təbii sərvətlərlə, Şirvan şəhərində yerləşən Ütsal İdarəsinin kollektivi çox isti münasibətlər qurmaqla bir uğurlarımızın da müəllifi biz onlara hesab edirik. Bugün də onların nümayəndəsi Gülhüseyn Ağayev bizimlədir. Çox xahiş edərdik ki, bu sahədə sizin düşüncələrinizi və təhsil kollektivinə, ictimai birliklərə tövsiyələrinizi verəsiniz. Çox sağ olun, Rüstəm müəllim. İdarəmiz adına çox təşəkkürümü bildirirəm. Müşahidə Qurumlar Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitdən istifadənin tənzimlənməsi sektorunun məsləhətçisi Gülhüseyn Ağayev. Doğrudan da bu bu tədbir ən vacibi tədbirlərdən biridir. Bugün bu tədbirdə ölkə başçımızın qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrinin istifadə tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini qəti vəzifə olaraq müəyyən etmişdir. Azərbaycan yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün ötən dövrdə xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 2 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazılığının təmin olunması, ölkəmizin ümumi ərazilərdə yaşıllıqların payının artırılması genişləndirilməlidir. Çox sağ olun, diqqətinizə görə.
Çox sağ olun. Əziz dostlar, Seyrana müəlliməyi dinləməklə mən üçün havasını dəyişmək istəyirəm. Və çayımız da gəlir. Çox xahiş edirəm ki, aktiv olun. Müəlliməylə bilirsiniz, işin həm sual verildi, biraz canlandıraq tədbirlərimizi. Yəni, bu diskusiya şəraitində olsun. Təşəkkür ederim. Hörmətli tədbir iştirakçıları, müzakirəsinə toplaşdığımız məsələ doğrudan da çox ciddi, hər birimiz üçün, bütün bəşəriyyət üçün, bütün insanlıq üçün çox önəmli olan bir məsələdir və hamımıza bəllidir ki, təbiət bizim şəfa anbarımız, estetik zövq mənbəyimizdir. Biz təbiətdən hamımız qidalanırıq, hamımız istifadə edirik və ona görə də biz təbiəti qorumuruq. Təbiətdə havanın, suyun çirklənməsi o dərəcədə böyük bir problemə çevrildi ki, biz buna qlobal problemlər deyirik. Bu hələ ötən əsrin 80-ci illərindən özünü demək olar ki, qabarıq formada göstərdi. O zaman biz tələbə idik. Bu məsələ çox müzakirə olunurdu. Hətta belə bir fikir hallanırdı ki, əgər 3-cü Dünya müharibəsi olub eləsə əgər, su üstünlüyü olacaq. Çünki suya tələb, suya ehtiyac o qədər çox olacaq ki, bunun kökləri vardı, səbəbi vardı. 1950-ci ildən sonra insanların sayı 2 dəfə artdı. Və bu artan insanların tələbini ödəməkdən ötürü ən birincisi suya olan tələbini ödəmək problemə çevrildi. Çünki hamımıza bəllidir ki, yer kürəsində içməli su ehtiyatı azdır, şor sularsa məlum məsələ, dəniz suyu, okean suyu daha çoxdur. Ona görə bizim hər birimizin üzərinə çox böyük məsuliyyət düşür. Çünki biz təbiəti qorumaqla özümüzü qoruyuruq. Əgər təbiəti qorumayacaqsa, öz həyatımıza, öz yaşayışımıza bir növ balta çalmış olur. Və bu problem o qədər böyük problemə çevrildi ki, 1995-ci ildə Almaniyanın Bonn şəhərində BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyası yarandı və onlar hər il havanın, suyun təmizlənməsi ilə bağlı havaya buraxılan zəhərli tollantıları bayaqlar üstə müəllim qeyd elədi, karbon qazının və bunların hamısının qarşısını almaq məqsədi ilə hər il BMT-nin xüsusi çərçivədə keçirilmiş olan konvensiyalar gəldi ortaya ki, və bunu da biz deməli həyatımızda görürük, bunu şahid oluruq. Bir neçə ölkədə keçirildi məlum məsələ. Ən son deməli 2024-cü il noyabr ayının 11-dən 24-nə qədər bizim Azərbaycanımızda, paytaxtımızda keçirildi. Allahverdi müəllim haqlı olaraq qeyd elədi ki, çox qısa müddətdə 11 aya biz hazırlıq görüb, özü də məlum məsələ, müharibədən təzə çıxmış ölkəyi biz. Amma buna baxmayaraq, xalq olaraq biz yenə də öz dövlətimiz, prezidentimiz ətrafında, xüsusilə gənclər, bunu mən vurğulamaq istəyirəm, çox böyük fəallıq göstərdilər. Biz qısa müddətdə, bəli, könüllülər, hamısı elə bir Azərbaycanımızın şöhrətini dünyaya tanıtmaq və bizim bu məclisə, tədbirə ev sahibliyi etmək və haqlı olduğumuzu göstərmək məqsədi ilə demək olar ki, bütövlükdə Azərbaycan vətəndaşları hamısı əlinə verdi və sıravi vətəndaşından tutmuş məmuruna qədər hamımız üçün maraqlı idi ki, ilk dəfə biz 70-80 min qonağı qəbul edəcəkdik. Yeri gəlmişkən deyim ki, Azərbaycanda ən çox qonağın gəldiyi tədbir 2015-ci ildə keçirilən idman oyunları ilə bağlı olan tədbirdir ki, orada 8 min təsəvvürlüsü uşaqlar, 8 min nümayəndə iştirak eləmişdi. İndi 80 min nümayəndə gözləyir. Görün, nə boyda, bəli, böyük bir rəqəmdən söhbət gedir. Dünya üzrə standartlar var. Həmin standartlar əsasında havanın, suyun təmizliyi götürülür və ondan sonra o şəhərlər ora salınır ki, Şuşa da ora salınmış olan şəhərlərdən idi. Şuşa kimi gözəl bir şəhərin havasını zəhərləmək, burada qadağan olunmuş kimyəvi silahlardan istifadə etmək, meşələrə Topxana meşəsini qırmaq, mənim yadımdadır ki, Topxana meşəsinin qırılması ilə bağlı 88-ci ildə biz hamımız küçələrə çıxdıq ki, niyə bizim meşəmiz qırılır? Ən birinci buna görə ayağa qalxdıq. Zəngilanda dünyada ikinci olan Çinar meşəsi. Təsəvvür edirsiniz, dünyada ikinci. Həmin bu Çinar meşəsinin çox böyük demək olar ki, talanlara məruz qoydular. Bilirsiniz, haradasa insan düşünür ki, bu xalq, bu millət yəqin ki, nə ekologiyadan, nə mədəniyyətdən bunların xəbəri yoxdur ki, belə vəhşiliklər törədirlər. Çünki bizim abidələrimizi nə dərəcədə dağıtdılar, məhv elədilər. Təbiətimizə, havamıza, suyumuza, hətta çayların özünə zəhərli maddələr göndərirdilər ki, ondan Azərbaycan xalqı istifadə eləsin və bu yolla da zəhərlənsin, bu yolla da Azərbaycan xalqına ziyan dəysin. Hətta aparılmış olan tədqiqatlara görə bu plastik qabların suyundan hamımız istifadə edirik də məlum məsələ. Aparılmış tədqiqatlara görə ana südündə belə tərkibində plastik tapılır.
Gör insanlar Uşaqlar, əlinizi atın, istifadə çiçeğini edirlər. yapma, mən yiyirəm. Yəni, Götürün, böyük zəhmət problemdir. olmasa. Götürün, Hələ uşaqlar. üstəlik uşaqlar, Əlinə bax belə. çayınız üçün qoyulmuş nemətlərdən istifadə Çəkin edin. qarşınıza uşaqlar, çəkin qarşınıza. Və deməli bu böyük problemdir. Çünki Bəli, bu plastik deməli materiallar ki var, bunlar məhv olmur, heç nəyə barışmır. Əslən, məqsədin birini atışlar bütün dünyada ən böyük problemdir. Eyni zamanda bayaqdan deməli, özəl qeyd edirik ki, biz ağız etmə kampaniyalarına keçirik, bəli bu lazımdır, mütləq lazımdır. Sizin üzərinizə baxışaq, sizdən müraciət edirəm, nələr düşür çayınız üçün ömrədə olmaz. Deməli, bax biz sularımızı qorumalıyıq, belədir. Məsələn, Çək uşaqlar. hamımız istifadə edirik çaylardan, və eyni zamanda diqqət üzməlidir. Oldu? Deməli uşaqlar, bax, suyun təmizlənməsi hər birimizin borcudur. Küm çayının sahilə gedəndə yəqin ki, görürsünüz orada atılan tullantıları, bunların qarşısını almaq lazımdır. Əgər özünüz və olunmuşsa, siz buna etiraz eləməlisiniz. Bax, bu bir problem. Ağac əkilməlidir. Məlum məsələ, bu da bir problemdir. Bunu da həll etmək lazımdır. Və uşaqlar, biz hər birimiz yaşadığımız ərazini qorumalıyıq. Sudan doğru düzgün istifadə etməliyik. Hər birimiz evimizin, qapımızın, alabilməlini söylediyi kimi təmizliyi gözləyiriksə, deməli, küçəmizin təmizliyini gözləyirik, rayonumuzun təmizliyini gözləyirik, ən nəhayət Azərbaycanımızın təmizliyini gözləyirik və dünyanın təmizliyini gözləyirik. Görün, nə boyda problemdir ki, uşaqlar. 2 sayı tam orta məktəbin şagirdi Kəfəzədə Bəhruz. Öz zibil tullantılarına hər yerə atmamaq lazımdır. Zibil tullantılarını tullantı qablarına atmaq lazımdır ki, ekologiya kirlənməsin. Sonra karbon qazları və digər qazların buraxılmasının daha çox azalması və yox olması lazım gəlişdir. 2 saat tam orta məktəbin 7 sinif şagirdi Əliyev Əli. Bir neçə gün əvvəl demişdilər ki, köyün suyu çoxalıb. Biz hətta getdik, baxdıq. Köyün biz yaxınlığında yaşayırıq da. Köyün həqiqətən suyu çoxalmışdı. Və elə necə ki, bəzi ağaclar var ki, onların biraz hündürdülər. Onların hardasa ortalarına qədər gəlmişdi köy. Yəni, biraz da qalxsa, bəndi keçəcəkdi, artıq aşağı düşəcəkdi. Belə düşünürəm ki, plastik qablardan daha az istifadə etmək lazımdır. Necə ki, şüşə qablar, şüşə stəkanlardan evlərdə daha çox istifadə edilir. Belə tədbirlər zamanı əsasən plastik qablar və stəkanlardan daha çox istifadə edilir ki, onları da yerə atmaq yox, əsasən zibil kutusuna atmaq lazımdır. Rayon ağsaqqallarından biri Gürcük qırağında yaşayan Məhəmməd müəllimin bir neçə kəlmədə tövsiyələrinə qulaq asaq, söhbətimizi yekunlaşdırır. Rayon ictimaiyyətinin nümayəndəsi. Deməli, mən çox fikir söyləmək fikrində deyiləm, amma yoldaşlar çıxış edəndə çox sahələrə toxundular və sadəcə olaraq toxunmadıqları sahələr istiqamətində də ideya verdilər və bunlar bizi için hamısın lazım. Biz hər an, yəni bayaqla qeyd olunduğu kimi, ekologiyada sərhəd yoxdur. Bu təkcə bir ölkənin, bir evin, bir şəhərin qorunması ilə gələn iş deyil. Gələcəkdə özünüzü bu ideyada ətrafında toplaşdınız, sonra sosial mediada iqlim səhifələri açmalıdır. Bütün bunlar sizə tövsiyə olunan məsələdir. Və onu da deyim ki, bu sizə təqdim olunan maarifləndirici papkalar var işte o üstündə. Əgər bunu açarsa, içində press relizlər, digər məlumatlar, bloknotlar, ruskalar var. Siz bundan dərs prosesində və digər vaxtlarda oxuyub maariflənə bilərsiniz. Yekun olmamaq şərti ilə mən bu məktəbin direktoruna Avcı müəllimə söz vermək istəyirəm. Avcı müəllimə sizin də bəlkə varsa bizə sözünüz var. Mən məktəb rəhbərliyi olaraq 2 saylı məktəbin, bizi seçdiyinizə görə sizə təşəkkür edirik Üstad müəllim. Çünki demək olar ki, həyatımızın ən önəmli hissələrindən biridir. Çünki yaşıllıqlar təbiətin ağciyərləridir. Yəni, bunu da qorumaq biz insanların öhdəsinə düşür. Və məktəbdən başlayaraq bu qorumağı davam elətdirmək, yəni fərddən asılıdır. Yəni, hər bir şəxsin öz öhdəliyinə düşən bir vətəndaşlıq borcudur, insanlıq borcudur ki, təbiəti qorusun. Biz necə ki, öz ailəmizdə, öz otağımızı, öz evimizi qoruyuruq, təmizliyinə riayət edirik, elə o cümlədən də məktəbimizi, sinifimizi, təbiətimizi qorumalıyıq. Çox sağ olun müəllim, bizi seçdiyinizə görə, belə gözəl təbliğatı irəli sürdüyünüzə görə. Sağ olun. Dostlar, bununla da nəzərdə tutulmuş Dəyərli Masanın proqramımız
icra olmuş hesab edirik. Tədbirin təşkilinə görə yenidən biz məktəb rəhbərliyinin dərin təşəkkürümüzü bildiririk. Və ümid edirəm ki, bizim ictimai birliyi olaraq İsrail məktəblə, pedaqoji kollektivlə, müəllimlərlə bizim çox müsbət münasibətlərimiz bundan sonra davam edəcək. Məqsəd isə ümumi evimiz olan ekologiyanı qorumadır. Bu sahədə sizə də uğurlar arzu edirik. Sağ olun.